44 günlük Vətən müharibəsində kəşfiyyat qrup komandiri kimi iştirak etmişəm. Bizə ilk tapşırıq verilib Alxanı istiqamətində, Füzuli istiqamətində biz kəşfiyyat qrupu olaraq oradan Ohayan xəttinin yarılmasına birinci bizim kəşfiyyat bölüyünün ilk fəaliyyəti, ilk 30 ildən artıq ora ayaq dəyilməyən torpağa bizim kəşfiyyat bölüyünün yarıb keçib, ayağı dəyib həmin o torpaqlara. Füzulinin bir çox kəndlərin alınmasında iştirak etmişəm. Bizim qrup şəkildə bizim fəaliyyətlərimiz çox olub. Azərbaycan ordusunda ən çox qənimət düşmən tərəfindən götürülüb verilmiş, bugünkü gündə onların götürdüyü qənimətlər, hal-hazırda qənimətlər parkındadır. Silah, texnika, müəyyən şeylər var ki, onu bizim öz qrupumuz tərəfindən götürülüb, orduya verilib və qənimətlər parkında hal-hazırda bizim xalqımız gedib onları ziyarət edir.